Paytaxtın veri şəhərlərin mərkəzi küçələrində restoran və digər yaşayış obyektlərinin sayı sürətlə artır. Bəzən eyni küçədə addımbaşı restoranla qarşılaşmaq mümkündür. Bu vəziyyət bir tərəfdən müştərilər üçün seçim imkanlarını genişləndirir. Digər tərəfdənsə sahibkarlar arasında rəqabəti daha da kəskinləşdirir. Maraqlıdır, bəs restoranlar bu rəqabətə necə uyğunlaşır? Bizim sağımızda da solumuzda da restoranlar var. Hər kəsin öz qonağı var. Əgər eyni sırada bir neçə restoranlar varsa və yaxud da ki, siz artıq uzun illərdir burada fəaliyyət göstərirsiniz, sağınızda və yaxud da solunuzda əvvəllər boş olub, amma indi təzədən əgər yeni bir yerlər açılırsa, onda ola bilər sizin qonaqlarınızın müəyyən bir qismi ora keçə bilər. Belə bir şey ola bilər. Amma ki, daimi qonaqlar var, hansı ki, sırf sizin restoranda olan yeməklərə görə, personala görə və ya da musiqiyə görə, interyerinə görə sırf gəlirlər. Yəni, sən tək ola bilməsən ki, hər zaman açılır yeni yerlər. Sadəcə olaraq burada hər bir restorana düşən nədir? Hər zaman servisini yüksək səviyyədə saxlamaq, qiymətlərində daha layal olmaq. Bir çox sahələrdə belədir, tək restoranda deyil və sözsüz ki, müştərilərin ən çox sevdiyi və araşdırdığı, axtardığı nədir? Servis, keyfiyyət və qiymət. Düşünürəm ki, bunlara düzgün riayət ediləndə müştərilərin tək qorunmaq deyil, hətta yeni müştəriləri cəlb edirsiniz. Onsuz da müştəri bir yerdə, eyni yerdə bir neçə dəfə sözsüz ki, dincəlmir, fərqli konseptlər axtarır. Bir ərazidə əgər məkan olaraq çoxalırsa, sözsüz ki, rəqabət də burada çoxalır. Çünki müştəri baxımından müştərim sayı elə də artmır. Deyək ki, 10 dənə müştəri varsa, 2 məkan var idisə, indi 10 məkan artır, amma müştəri sayı olaraq maksimum 1-2 nəfər arta bilərdi, belə deyək, orta statistika. Ona görə təsir edir, əlbəttə təsir edir. Mütəxəssislərin fikrincə eyni ərazidə çoxsaylı restoranın fəaliyyət göstərməsi ilk növbədə həmin məkanın iqtisadi baxımdan cəlbedici olduğunu göstərir. Lakin bu vəziyyət bəzən sual doğurur. Restoranların yan-yana yerləşməsi və eyni fəaliyyət növünü təqdim etməsi rəqabət məcəlləsinin pozulması hesab edilə bilərmi? İqtisadçı Xalid Kərimli bildirir ki, sahibkarların eyni segmentdə və eyni ərazidə fəaliyyət göstərməsi qanun pozuntusu deyil. Daha çox xidmət məhsul təklif edən şəxslərin mövcudluğu rəqabəti genişləndirir və qanuna uyğundur. Ümumiyyətlə, sahibkarın hansısa küçədə və yaxud da digər restoranların yanında, yaşayış obyektlərinin yanında obyekt açılmasına məhdudiyyət müəyyənləşdirilməsi özü doğru deyil, özü rəqabətin məhdudlaşdırılmasıdır və rəqabət məcəlləsinə ziddir. Bu baxımdan sahibkar həm öz fəaliyyət növünü seçməkdə sərbəstdir, həm də ərazidə əgər həmin fəaliyyət üçün ümumi şərait varsa, ümumi icazə varsa, digər restoranlar fəaliyyət göstərirsə, o da azad və sərbəst şəkildə həmin ərazidə uyğun bir şey təşkil edə bilər. İqtisadi baxımdan eyni ərazidə çoxsaylı restoran və yaşayış obyektinin fəaliyyət göstərməsi normal bazar prosesinin tərkib hissəsi hesab olunur. Lakin məsələ təkcə iqtisadi yanaşma ilə məhdudlaşmır. Rəqabətin hansı hallarda qanuni çərçivədən kənara çıxa biləcəyi, sahibkarların bazardakı mövqeyi və davranışlarının hüquqi nəticələri, hüquqi qiymətləndirmə tələb edir. Hüquqşünas Ramil Süleymanov bildirir ki, qanunvericilik hökmran mövqeyidən sui-istifadəni birmənalı şəkildə qadağan edir. Sahibkarın 50% və ya daha çox bazarda nüfuz payına malik olması onun hökmran mövqe tutması anlamına gəlib çıxır. Məsələn, təsərrüfat subyektlərinin bir-birinə qarşı hər hansı bir şikayəti, iddiası, tələbi olduqda dövlət qurumu tərəfindən birinci növbədə onların bazardakı payı araşdırılır. Eyni zamanda bildirmək istəyirəm ki, Rəqabət Məcəlləsinin 19-cu maddəsində haqsız rəqabətin formaları göstərilir. Haqsız rəqabətin formaları müştərilərə qarşı aqressiv davranışlar, rəqib sahibkarların təsərrüfat subyektlərinin nüfuzdan salınması, onların sahibkarlıq fəaliyyətinin təqlidi, müştərilərin aldadılması, bütün bunların hamısı rəqabət məcəlləsinə görə haqsız rəqabət formaları hesab olunur və bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun şəkildə məsuliyyət müəyyən olunmuşdur. Hüquqşünasın sözlərinə görə qanun pozuntularına yol vermiş təsərrüfat subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təsərrüfat subyektinin ümumi dövriyyəsinin 3%-nə qədər məbləğdə maliyyə sanksiyası tətbiq edilir. Eyni zamanda rəqabət qanunvericiliyinin pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi həyata keçirilə bilər. Məsələ ilə bağlı Azərbaycan Respublikasının prezidenti yanında Antihinsar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sorğu ünvanladıq. Bildirildi ki, məcəllənin 48.1-ci maddəsinə əsasən rəqabət orqanı bu hallarda bazar subyektlərində yoxlama aparır.
Stat, rəqabət qanunvericiliyinin pozulması əlamətlərini aşkar etdikdə, rəqabət qanunvericiliyinin pozulması barədə mənbəyi bəlli məlumat, məcəllənin 43.1-ci maddəsində qeyd edilən sənədlər, məlumatlar və müraciətlər əldə etdikdə, işə baxılma zamanı zərurət yarandıqda, aparılan araşdırmalar zamanı əlavə sübutlara zərurət yarandıqda. Məcəlləyə görə rəqabət orqanı tərəfindən hökmran mövqe tutmuş təsərrüfat subyektlərində və təbii inhisar subyektlərində planlı və plandankənar yoxlamalar, digər təsərrüfat subyektlərində plandankənar yoxlamalar aparılır. Maddə 48.4. Yoxlama təbii inhisar subyektlərində aparılan yoxlamalar istisna olmaqla 30 iş günündən artıq olmayan müddətdə aparılır. Yoxlamanın aparılması üçün əlavə müddət tələb olunduqda rəqabət orqanının əsaslaşdırılmış qərarına əsasən yoxlamanın müddəti hər dəfə 30 iş günü müddətinə uzadılmaqla 90 iş gününədək artırıla bilər. Maddə 48.6. Statın sonu. O da qeyd olundu ki, təbii inhisar subyektlərində aparılan yoxlamalar 90 iş günündən artıq olmayan müddətdə aparılır. Yoxlamanın aparılması üçün əlavə müddət tələb olunduqda rəqabət orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın müddəti hər dəfə 90 iş günü müddətinə uzadılmaqla 270 iş gününədək artırıla bilər. Nuray Qədirli, Əskər İbrahimli, APA TV.